Mən tez-tez belə bir ifadə işlədirəm. Çöl dünya deyə bir şey yoxdur, iç dünya var. Bunu başa düşənlər düşür. Bəzi insanlar ola bilsin başa düşmür. İnsan onu biraz qaranlıq qalır bəzi insanlara. Onun üçün biraz geniş bunu izah eləmək istəyirəm. Bax, əzizim, belə bir eksperiment keçirdirik. Kim məni dinləyir, kim baxır. İç dünya, çöl dünya dediyimiz şey nədir? Bax, məsələn, mən indi bir ad çəkəcəm. Nadir Qafarzadə. Kim bu videoya baxırsa, bu ad gələn kimi avtomatik olaraq beyin keçir arama-tarama sisteminə. Sənin yaddaşında Nadir Qafarzadə ilə bağlı nə informasiya varsa, toplayır, onu çıxardır və sən ona istinadən başlayırsan Nadir Qafarzadə haqqında fikir yürütməyə. Amma reallıqda Nadir Qafarzadə o deyil. Bilirsən, çünki sən onu tanımırsan, oturmamısan, çörək kəsməmsən, şəxsiyyatından bilmirsən, yanında olmamısan. Sadəcə şayələrdən, oradan-buradan aldığın informasiyalardan ibarət bir yalan məlumat toplusu var. Nə dərəcədə düzdür, əmin deyilsən və fikir yürüdürsən və salam, içəridən çölə baxırsan sən. Sən Nadir tanıysan. Bax, ona görə də, yəni tək Nadirə görə yox ha, bütün dünyaya baxışlarımız odur. Bu binadır məsələn. Bunun haqqında nə eşitmirsən, televizor, sən onun içində olmamısan, orada bir şey, informasiya, ona istinad eləyirsən. Nə bilim, bu beton. Beton haqqında necə qarışdırırlar, nə edirlər bilmirsən, məlumatın yoxdur. İnformasiyalar var, ona istinad eləyirsən, qohuma da, əqrabaya da, uşağa da, ailə, hər kəsə. Bəzən elə bir doğma insanlarımızı beynin yanlış məluma, mənim oğlum, bax, bu gün özüm, bunu qoyub ona keçirəm, bu mənə tez-tez irad bildirirlər. Yəni, anda yadıma düşür, yəni, doğma, oğlum, mənim böyük oğlum, mənim belə TikTok paylaşımlarıma utanır da, biraz onu özüm yükləmişəm, mənim yanlışımdır da, onu özümə həm qardaş, həm ata, belə böyütmüşəm, bütün sirrimi, sözümü, ki, bax, oğlum, başıma bu iş gəlsə, düşmənim budur, dostum budur, uşağı yükləmişəm, uşağı indi böyük kişidir, uşaq deyil. Utanır, özüm eləmişəm onu. Utancaq belə sıxılır. Mən burada bir dəfə hətta belə bir mən videom burdadır, səhifədə var. O qədər məni əsəbləşdirdi ki, mən gəlib video paylaşdım ki, sən necədir qardaş? Sən mənim, deməli mənim başım gedib də, aton başı gedib. Yəni mən o qədər xəstəyəm. Sən mənim paylaşımlarıma görə utanırsan, ata yığış eləmə də, belə eləyirsən. Xeyr ola mənim aldığım maşına oturub sürürsən. Mənim xeyr ola, nə olur? Yaxşının tez belə deyək də, mənimsiysən, bunu niyə həzm eləmirsən ki, mən bilmirəm, nə edirəm. Tanır da və bunu bir-iki dəfə irad bildirib. Amma mən görürəm ki, mən müşahidətçiyəm də, görürəm, mənim beynim uşağıma baxıram ki, onu görəndə qızıq olur, belə beyin, canım deyə mənim, qızıq olur, görürəm ki, beynim buna şey eləyir, ki, döyüm onu, qışqırım ona, budur. Yəni, doğmalarımıza, övladla, əgər sən onun dilini bilmirsənsə, niyə kəsir cəmaat bu gün anasının, nə bilim, oğlun, qızın, qardaşın, bacısın? Budur da bu. Çünki bu kompüterdir, əzizlərim, robotdur o. Sən ona volyanı niyə verməlisən ki? Bax, deyirəm ki, öz övladıma bax, baxıram ki, mən uşaq görəndə nəsə belə, o öz oturub ki, o günləri çağırmışam, ana, bunun yerini göstərim ki, mənim balam deyir, sən məndə niyə negativ fikir yaradırsan övladıma? Onu başa müşahidə eləməyən adam başa düşmür. Yəni ki, baxış, dünyanı qavramaq, dünyanı, mən türk dilində algılamaq, dünyanı dərk eləmək deyə bir şey içəriyə bağlıdır, içəriyə. Bildiniz necə? İçəriyə. Yəni, belə deyək, sən alma, Qızıl Əhmədi deyəndə, məsələn deyək, mango deyəndə çaşbaş düşürsən, adını eşitmirsən, bilmirsən, kakos idi, hansı idi, tam informasiya yoxdur və yaxud da, bax, belə deyək, təzə çıxıb, flash kartdır da, o dövrü yadınıza salıb, flash kart, sən bilmirsən axı, görməmsən, o nədir o, nədir o, beyin yoxdur informasiya, beyin nədir o, flash kart nədir, gör, sənə onu izah eləyirlər və bir təsəvvür yaranır və görənə qədər o təsəvvürlə kifayətlənirsən. Sonra görürsən ki, bu budur. Yəni ki,
Bu dünyada her şeyin necə notebook'a birinci proqram yazılır. Proqram yazılandan sonra başlayır onu açır, işlədir. Burada onun məlumatı yazılır. Sonra sən onu görürsən, dərk edirsən, anlayırsan. Bu qədər sadə. Yəni çöl dünyanı sən yaradırsan. Çöl dünyanı sən yaradırsan. Buradan keçəndə görmüsən ki, burada bina var. Məsələn, o binanı hamı səni kimi görmür. Hamı rəngi eyni görmür. Çünki beyinlər müxtəlif quruluşda olduğu kimi algılama qabiliyyəti də fərqlidir. Hər bu %100 sübutdur. Çalarında nə hər kəsin görmə, eşitmə siqnalları var. Çölü o illüziyanı beyin yaradır, göstərir bizə. Beyin isə fərqlidir. Hər kəsdə fərqli olduğu kimi fərqli də qavrayış, algılama qabiliyyəti var. Vəssalam. Və ona görə sən içəridə bir düzən yaratmalısan. Nadir Qafazadə haqqında fikir bildirməmişdən qabaq durmalısan. Bir də dərindən nəfəs almalısan. Sonra fikirləşməlisən ki, mən bunu televizorda eşitmişəm, orada eşitmişəm. Bu kişinin haqqına niyə girim? Mən durum niyə onun haqqında danışım bilmədən? Çünki mən ona durmamışam axı, yanaşı. Bu belədir. Yəni içəridən çölə baxmaq, informasiyalara istinad edib sən belə deyək də fikir bildirirsən. Qutardı getdi. Sadəcə olaraq adam var ki, məsələn, sənin bir də xətrüvət deyib, indi onun bir sözü, sənin beynin onu sənə daima təhlükə kimi göstərir. Amma adam pis adam deyil də, indi bir dəfə olub da, bir dəfə belə eləyib, onu görmüsən. Bax, ona görə də, içəri məsələsi ciddi məsələdir. Doğru yenidən qurmaq içəridə olmalıdır, çöldə yox. Sən dünyanı dəyişə bilmərsən. Sən bu dünyaya gəlməmişdən milyard illərdir. Bu dünya belədir, belə gəlib, belə pisi də var, yaxşısı da var. Bunlar hamısı bu harmoniyadır, müsbət, mənfi. Sən içəri dön, içəridən də belə yüngül, oralarda abrabot gələ. Abrabot, perestroyka. Var olun, minnətdaram.